Mən Vüsal Kəlbəcəri bu günlərim yenə Mingəçevir şəhərində ağır şəraitdə yaşayan bizim yerlilərimizi, əzizlərimizi, əmmimiz oğlanlarını sizlərə təqdim eləmək istəyirəm. Buyurun, adınız, soyadınız? Alməmmədov Arzuman Hüseynoğlu. Alməmmədov Arzuman Hüseynoğlu. 4 ailə, qardaş, bacı, ayrı-ayrı təsərrüfat, çox çətin şəraitdə, ağır şəraitdə yaşayırlar və Kəlbəcər rayon Abdullah Uşağı kənd sakinləridir. Kəlbəcər rayon Abdullah Uşağı kənd sakinləri çox ağır şəraitdə yaşayırlar. Adiyyəti olan orqanlardan xahiş edirik ki, bu ailəyə dəstək olunsun. Buyurun, nə dəstəyiniz, nə xahişiniz, nə sözünüz? Biz Kəlbəcər rayonu işğal olunandan düz 35 ildir ki, bu şəraitdə yaşayırıq. Heç bir ev yox, heç dövlət tərəfindən paylanan evlərdən də müraciət eləmişik, bizə heç nə verməyiblər. Hal-hazır ki, bu günə qədər heç bir nümayəndə, heç bir kəs bizim bu işlə maraqlanmıyor. Adiyyəti olan orqanlardan xahiş edirik ki, bu ailə dəstək olunsunlar. Ya bu ailədə 4 ailədir. 4 ailənin ikisi ola bilər Ağdərədə yenidən bərpa olunmuş evlərə gedək. Bir neçəsi də Mingəçevir şəhərində boşalmış evlərlə bağlı. Hörmətli Zeynal Nağdəliyev, hörmətli Məcbur Köçkünlər Komitəsi, hörmətli adiyyəti olan orqanlar bu ailə dəstək olunsun və inanırıq, bir də inanırıq və 2026-cı il, bu günlərim 2 iyul tarixidir. Keçən indi bu evin yaşayan insanların bəzilərini, yəni kadrlar sizə göstərəm ki, hansı ağır şəraitdə yaşayırlar. Bəli, Bənövşə xala da bax, bu ağır şəraitdə burada yaşayırlar. Gəlin göstərim sizə. Bax, bu çətin şəraitdə gördüyünüz kimi vaqonda çox çətin şəraitdədirlər. Bəli. Bax, bu evdə görürsünüz, burada çox çətin şərait olduğuna görə qardaşın yanındadır. Bax, bu evdə 33 ildir ki, məskun aşıbdılar. Ad soyadı nədir bacınızın? Alməmmədov Bənövşə Hüseyin qızı. Bənövşə Hüseyin qızı. Keçdiyin də o sevlər göstərək. Ağır şəraitdə yaşayan. Bibi, adın nədir sənin? Bənövşə nənə xalamızdır. Bəli, Bənövşə xalamız, bizim əmmimiz qızı da. Bax, gördüyünüz kimi, o indi göstərdiyim evi bərbad vəziyyətdə olduğuna görə burada qalırlar, məskun aşırlar. Adın soyadı nədir bibi? Alməmmədova Bənövşə Hüseyin qızı. Alməmmədova Bənövşə Hüseyin qızı. 33 ildir ki, belə çətin şəraitdə yaşayırsınız. Adiyyəti olan orqanlardan xahişiniz nədir? Ev istəyirəm. Dəstək olunsun. İnşallah, keçək ev çəkək, inşallah. Gəlin baxın. Bax, bu ağır şəraitdə yaşayırlar. Xahiş edirəm adiyyəti olan orqanlar, cənab prezidentimiz. Sizlər hər zaman deyirsiniz ki, bəli, ağır şəraitdə yaşayan insanlara dəstək olunsun. Bəli, yenidən bərpa olunmuş evlərə təmin olunsun. Yenidən bərpa olunmuş evlərlə təmin olunsun. Bax, gördüyünüz kimi, bəli, gördüyünüz kimi, bax, bu otaqlardır. Adiyyəti olan orqanlar, xahiş edirəm ki, dəstək olunsun. Bizim Kəlbəcərlilərimizin çoxları belə çətin şəraitdə yaşayırlar. Yəni, sizdən xahiş edirik ki, inşallah bu ailə dəstək olunsun. Bura otaq kimidir. Yəni, yayın istisində burada oturmaq qeyri-mümkün olan bir şeydir. Çünki vaqondur, dəmirdir və inşallah inanırıq ki, 4 ailə çox çətin şəraitdə yaşayırlar. Bu 4 ailə, Kəlbəcər rayonunun sakinləri 4 ailəyə inanırıq, bir də inanırıq ki, köməklik olunacaq. Təşəkkürlər.